Bugün həmd olsun aləmlərin Rəbbinə, hər kəs öz övladının, nəvəsinin, doğmasının əlindən tutur, məktəbə aparır. Allah olmayanlara da inşallah övlad nəsib etsin. Və mən qısa olaraq bilik günü ilə bağlı bir fikri qeyd etmək istəyirəm və bununla da inşallah fikrimi tamamlayıb namazımıza davam edəcəyik. Tarix boyu elmə, biliyə yiyələnmək və tədris etmək şərəfi hər zaman dəyərləndirilir. Kim ki təhsillə məşğuldur, elmlə məşğuldur, biliklə məşğuldur, o insanlar şərəfli adamlardır. Həm Allahın yanında, həm də cəmiyyətin yanında. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bir daha qeyd edirəm. Elm oxumaq, elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. İmam Əli buyurur ki, kim mənə bir hərf öyrətmiş olsa, mən onun köləsi olaram. Bu qədər elmə dəyər verilir. Deməli, müəllimin dərəcəsi, müəllimin məqamı, müəllimin şərəfi çox üstündür. Çox üstündür. Hətta valideyndən də bəzi hədislərdə qeyd olunur, üstündür. Deməli, Allah Rəsulü buyurur ki, 3 növ ata var. Bir ata biyolojidir, səni dünyaya gətirib. İkinci ata qaynatadır. Bu Allah Rəsulü buyurur, bu mənim öz sözüm deyil. Və üçüncü ata da elm atasıdır. Allahın Rəsulü buyurur ki, elm atası qaynatadan da, biyoloji atadan da üstündür. Ona görə Həzrət Əli buyurur ki, mənə bir hərf öyrədənim, mən onun köləsi olaram. Azərbaycan elminin tarixində də böyük şəxsiyyətlər, böyük simalar olub. Nəsrəddin Tusi kimi, qısa danışıram, Bəhmənyar kimi, Abbasqulu Ağa Bakıxanov kimi, Mirzə Kazım bəy, Yusuf Məmmədəliyev, yüzlərlə belə alim və filosofların adını çəkmək imkanım var. Ona görə elm və bilik çox önəmlidir və qısa olaraq bəzən möminlərin arasında mənə bu sualı çox verirlər ki, Allahın Rəsulunun belə bir hədisi var. Tuallimu saatun xeyrun min ibadəti sənə qaimun bil-leyl və saimun bin-nahar. Bir saat elmlə məşğul olmaq 100 ilin və yaxud 1000 ilin ibadətindən əfsəldir. Bəzi adamlar deyir ki, onda mən namaz qılmım, hələ elm oxuyum. Bu o anlamda deyil ha, qardaşlar. Yəni bir saat elmlə məşğul olmaq 1000 ilin ibadətindən əfzəldir, bu anlama gəlməsin. Yəni bir var ki, insan cahil-cahil namaz qılır kör-kör ona. Ona veriblər ki, bir şeiri əzbərlə, rus dilində, ingilis dilində və digər dildə. Amma bu şeiri əzbərləyir, onun intonasiyasını, onun sözün nə qədər gözəl ifadə etsə, amma mənasını başa düşmür. Eynən belədir, biz namaz qılırıq, bizə namazın mətnini verirlər ki, Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kuffan əhəd. Bizə deyirlər, bunu öyrən, rukuya girəndə Sübhanallah de, səcdiyə girəndə filan. Amma bunun mənasını anlayanda insan nə qədər hiss edir ki, hansı varlığın, hansı əzəmətin qarşısında dayanıb, hansı şahın qarşısında dayanıb və necə dayanmağını insanlara sübut edir. Ona görə elmli şəkildə namaz qılmaq o 1000 ilin ibadətindən üstündür. Yəni 2 rükət Allah üçün anlayaraq şəkildə namaz qılasan, bunun dərəcəsi, bu namazın 2000-dən, 2 milyondan çox əhəmiyyəti var. Ona görə elm bizim üçün çox önəmlidir. Mən hər zaman xütbələrimdə çalışdığım qədər deyirəm, övladlarımıza diqqət eləyək, son nəyimiz varsa övladımız üçün qoyaq. Atanın gələcəkdə ən böyük kapitalı, bunu bəlkə 40 dəfə demişəm, atanın, valideynin ən böyük kapitalı onun övladının ağıllı və savadlı olmasıdır.